əkmişəm ki, parnikin qabağını örtsün isti. Çox isti olur. Burada xiyar var. Bu xiyarı dırmaşdırmaq lazımdır. Hələ də dırmaşdıra bilmirəm. Hələ də bir şey düzəldə bilmirəm. Bir xiyarım var burada. Bu da xiyar uzana gedir. Bu tumsuz nardı. Bir pomidorlar. Ura. Bu tapinambur. Tapinambur yer alması. Pomidorlarım. Şöyle sulamışım, bağladım. Aha. Enginar çiçeği açıp. Bu geçenki enginarda, yani sartaboy enginar. Sartaboy enginarın güzel çiçeği. Bu zizifus deyirlər. Evet, zizifus ne deyirlər? İnnab. Çok güzel armut fason. İri innabdır. Bu da innabın çiçekleri. Bu tarafta da toyuqlar. Toyuqlar. Pomidorum olacak. Gelecekte burada hiç tərəvəz de olmayacak. Bu ürək fason qozum. 3 tane ürək qozum burada var. Bunlar da pomidorlar. Pomador. Bu yarpaqları hiç yiyəmədim. Pazı yarpaqlarını. Buna çatmır. İş o kadar çoxdur ki, adam yeməyə çatmır. Burada kələmlər var idi. Yeməlik işini şüyüt var idi. Hamısı qurudu. Çok güzel böyle üzüm, kişmiş üzüm. Ah. Kişmiş üzüm. Sikoria. Almanın yanında sikoria. Enginarlar, sartaboy enginarlar. Toxuma saxlamışam. Bütün bağdan yığdığım alalar. Alalar. Hayda, xarab oldu. Nəsə yiyib bunu, bax, nəsə yiyib bunu. Deməli, burada qarpız əkmişəm. Qarpız, bir də xiyar. Uzanacaq, bütün bunun üstünü örtəcək. O gün bura lobya da ekdim. Bunlar hamısı çürüyücü, torpağa çevrilecek. Buna deyirlər, permakulturu budur. Həyətdən heç nə tullamıram.